bürcü 5 avqust 2026-cı il. Gün iş üçün, o cümlədən mürəkkəb və vacib məsuliyyətli tapşırıqlar üçün əlverişli olacaq. Başqalarının öhdəsindən gələ bilmədiyi işləri üzərinizə götürməkdən çəkinməyin. Böyük ehtimalla siz onların öhdəsindən əla gələcəksiniz. Günün əvvəlində bir çox qoçları maraqlı işgüzar təkliflər gözləyir. Sadəcə intuisiyanıza qulaq asın. Məhz o razılaşmamağın düzgün olub olmadığını göstərəcək. Sizi yanıltmayacaq. Peşə fəaliyyətinizlə bağlı ciddi qərarları isə daha yaxşıdır ki, özünüz verəsiniz. Burada başqalarının məsləhətləri kömək etməkdən çox sizi çaşdıra bilər. Buğa bürcü 5 avqust 2026-cı il. Gün uğurlu keçəcək. Ciddi narahatlıq üçün əsas olmayacaq. Ulduzların dəstəyi sayəsində yeni planları tez bir zamanda həyata keçirə biləcəksiniz. Eyni zamanda əvvəllər başladığınız işləri də problemsiz başa çatdıracaqsınız. Bəzi buğalar sənədlərlə bağlı məsələləri həll edə biləcəklər. Gün dövlət qurumlarına müraciət etmək üçün də münasibdir. Burada gözlənilməz gecikmələrdən və digər xoşagəlməz sürprizlərdən çəkinməyə dəyməz. Əkizlər bürcü 5 avqust 2026-cı il. Ziddiyyətli bir gündür. Bir çox işlər uğurlu alınacaq. Cəsarətli təşəbbüslərinizin uğur qazanacağına inanmaq üçün kifayət qədər əsasınız var. Lakin bəzi əkizlər düşüncəsiz davranmağa meyilli olacaqlar və məhz bu səhvlərə səbəb ola bilər. Bundan əlavə bürc nümayəndələrinin hamısı işgüzar münasibətlərdə kifayət qədər seçici olmayacaq və etibarınıza layiq olmayan insanlarla əməkdaşlıq etmək riski yaranacaq. Günün ikinci yarısında sevdiyiniz insanla müəyyən fikir ayrılıqları istisna deyil. Ümumilikdə də romantik münasibətlər baxımından məhz bu dövr kifayət qədər çətin ola bilər. Burada əsas səbəblərdən biri isə həddindən artıq inadkar və güzəştsiz olmağınız olacaq. Xərçəng bürcü 5 avqust 2026-cı il. Müsbət tendensiyaların təsiri üstünlük təşkil edir. Ulduzlar sizin tərəfinizdədir və bundan istifadə edərək mürəkkəb işlərin öhdəsindən gələ, təşkilati məsələləri həll edə, əvvəllər başladığınız işləri uğurla başa çatdıra bilərsiniz. Bir çox xərçəng köhnə səhvlərini düzəltmə imkanını əldə edəcəklər. Böyük ehtimalla bu işdə onları köhnə tanışları, yaxın dostları kömək edəcək. Günün ikinci yarısı sizi maliyyə məsələlərinə diqqət yetirməyə məcbur edəcək. Bu vaxt uğurla alış-veriş, sərfəli sövdələşmələr mümkündür. Lakin imkanlarınızı düzgün qiymətləndirməyiniz vacibdir. Unutmayın ki, kredit götürmə, eləcə də dost və tanışlardan borc almaq məsləhət görülmür. Şir bürcü 5 avqust 2026-cı il. İşlərinizdə qayda yarada, artıq və lazımsız olan hər şeydən xilas ola və yaxın vaxtlarda nəyə diqqət yetirəcəyinizi müəyyənləşdirə biləcəksiniz. Siz kifayət qədər ciddi əhval-ruhiyyədə olacaqsınız və çətin ki, kimsə sizi yolunuzdan döndərə bilsin. Hətta sizi manipulyasiya etməyə və ya öz iradəsini qəbul etdirməyə çalışan biri tapılsa belə ciddi münaqişəyə yol vermədən ona qətiyyətlə cavab verəcəksiniz. Bir çox şirlər əvvəllər başa çatdıra bilmədikləri işlərə yenidən qayıdacaq və bu dəfə onları uğurla tamamlayacaqlar. Bu işdə intizamlı olmağınız sizə kömək edəcək. Qız bürcü 5 avqust 2026-cı il. Gün çətin ki, hansısa mühüm hadisələrlə yadda qalsın, lakin ümumilikdə kifayət qədər uğurlu keçəcək. Günə ötən həftədən qalan, çox vacib olmasa da diqqət tələb edən məsələlərin həlli ilə başlamaq məsləhətdir. İndi onların öhdəsindən necə daha səmərəli gələcəyinizi anlayacaq və həddindən artıq vaxt sərf etməyəcəksiniz. Köhnə tanışlardan biri sizə kömək təklif edə bilər. Belə hallarda bundan imtina etməmək daha yaxşıdır. Çünki bu dəstək həqiqətən də faydalı olacaq. Axşam saatları ictimai tədbirlərdə iştirak etməyi planlaşdıran qızlar üçün bir qədər yorucu ola bilər. Böyük ehtimalla tək qalmaq və sakit istirahət etmək istəyəcəksiniz. Tərəzi bürcü 5 avqust 2026-cı il. Günün başlanğıcı kifayət qədər qarışıq və eyni zamanda çətin görünəcək. Bir çox tərəzilər üçün bu vaxt fikirlərini toplamaq, iş rejimini köklənmək asan olmayacaq. Bürc nümayəndələrinin diqqəti tez-tez yayınacaq. Üstəlik onlar özləri də bütün işləri bir kənara qoyub, xoş və maraqlı işlərlə məşğul olmağa, köhnə tanışlarla söhbət etməyə və ya arıza getməyə meyilli olacaqlar. Yaxşı xəbərlər almağınız ehtimalı yüksəkdir. Çox güman ki, bu xəbərlər yalnız sizin üçün deyil, yaxınlarınız üçün də mühüm əhəmiyyət daşıyacaq. Bundan əlavə işlə bağlı maraqlı təkliflər də ala bilərsiniz. Əqrəb bürcü 5 avqust 2026-cı il. Gün kifayət qədər yaxşı keçəcək. Baxmayaraq ki, çətin ki, mühüm hadisələr gətirsin. Günün birinci yarısı qayda yaratmaq, sənədləri rəsmiləşdirmək və ya rəsmi sorğular hazırlamaq, bir sözlə xüsusi yaradıcılıq və ixtiraçılıq tələb etməyən işlərlə məşğul olmaq üçün münasibdir. Günün ikinci yarısı isə daha hadisələrlə zəngin olacaq. Gözlənilməz işgüzar təklif ala bilərsiniz. Rəhbərlik ilə peşəkar perspektivləriniz barədə mühüm söhbət istisna deyil. Əvvəllər cəlbedici, lakin qeyri-müəyyən görünən ideya artıq daha konkret forma alacaq. Oxatan bürcü 5 avqust 2026-cı il. Gün asan keçməyəcək, amma ruhdan düşməyəcəksiniz. Birincisi, bugün qarşınıza çıxacaq bütün maneələri aşmaq mümkün olacaq. İkincisi isə günün sonuna doğru müsbət tendensiyaların təsiri mütləq güclənəcək. Günün əvvəlində ünsiyyətdə gərgin anlar yarana bilər. Hətta əvvəllər çox yaxşı münasibətdə olduğunuz insanlarla belə. Bəzən sözləriniz yanlış başa düşüləcək, bəzən isə özünüz qarşı tərəfin söz və hərəkətlərini düzgün qiymətləndirə bilməyəcəksiniz.
Oğlaq Bürcü 5 avqust 2026-cı il. Bugün bəxt sizin tərəfinizdə olacaq. Gün çox əlverişlidir, müxtəlif işlər üçün uğur vəd edir. İntuisiyanıza qulaq asın. O sizə ilk növbədə nədən başlamağın, köhnə işləri tamamlamalı olduğunuzun, yoxsa tamamilə yeni bir istiqamətə yönəlməyin daha doğru olacağını göstərəcək. Günün əvvəlində sizi çox maraqlı işgüzar təkliflər sevindirə bilər. Pul daxil olmaları ehtimalı yüksəkdir. Həm də gözlənilməz mənbələrdən ola bilsin ki, gözlədiyinizdən daha böyük məbləğ əldə edəcəksiniz. Məsələn, köhnə borcunuzu sizə qaytaracaqlar və bunu təkcə əsas məbləğ deyil, faizlə birlikdə edəcəklər. Dolça Bürcü 5 avqust 2026-cı il. Bu kifayət qədər ciddiyyətli bir gündür. Xüsusilə hər şey aydınlıq, dəqiqlik və müəyyənlik istəyən dolçalar üçün çətin görünə bilər. Hazırda bunların heç biri olmayacaq. Əvəzində çoxlu eyhamlar, qeyri-müəyyən vədlər, bir çox insanın maraqlarının toqquşduğu mürəkkəb vəziyyətlər yaranacaq və siz bunlardan fayda əldə etməyin mümkün olub-olmadığını müəyyənləşdirməli olacaqsınız. Bununla belə günün başlanğıcı qalan hissədən daha rahat keçəcək. Bu vaxt yarımçıq qalmış işləri başa çatdırmaq, vacib məsələləri müzakirə etmək və yaxın vaxtlarda nəyə diqqət yetirəcəyinizi müəyyənləşdirmək üçün əlverişlidir. Gün ortaya qədər ağlınıza gələcək ideyalara diqqət yetirin, sonradan onlara mütləq yenidən qayıdacaqsınız. Balıqlar Bürcü 5 avqust 2026-cı il. Əgər bugün uğur asanlıqla nail olacağınızı düşünürdünüzsə, artıq buna ümid etməyin. Bu qələbə qazanmaq üçün səy göstərməli. İstədiyiniz nəticəni isə ciddi zəhmətlə əldə etməli olduğunuz günlərdəndir. Şərait sizin xeyrinizə ən əlverişli şəkildə formalaşmayacaq və dünən ümid bəslədiyiniz imkanlar bugün ümumiyyətlə meydana çıxmaya bilər. Yeni çıxış yolu axtarmalı, yığılıb qalmış problemləri həll etmək üçün başqa üsullar düşünməli olacaqsınız. Siz bunun da öhdəsindən pis gəlməzdiniz, əgər emosional tarazlığınızı qoruya bilsəydiniz. Lakin bugün bir çox balıqlar o qədər heyecanlanacaq və əsəbləşəcək ki, bu onların praktik məsələlərinin həllinə diqqət cəmləməsinə mane olacaq.